Çok hoş geldiniz. Gördüğünüz gibi oran yemeği yazmışam ki bundan yoktur değerli dostlar. Bundan yoktur. Bilirsiniz nədir bu? Təkcə bundan ibarətdir də bu. Birinci bu mən toyuq ayağı, toyuğun bütün ətin, yəni yarısını qaynatmışdım. Bu suyun içində. Sonradan evdə ciyər qaynatmışdılar. Ciyərin polunu qaynatmışlar. Ciyərin suyunu düşürmüşəm. Qalan şeylərdən görərsiniz də, ciyər suyundan da var. Sonradan da bu mal ətinin bu moça deyirlər. Bundan var idi, ət üstündədir ha. Bunu da götürdüm, atdım, qaynadım. Yəni bildiyiniz nədir bu, it üçün yəni canavar edir də. İndi nəsə hazırlayaq verək. Bütöv bir çörəklə hazırlayacağam bunu. Gördüyünüz kimi ət suyuyla bir hazırladım. Sudur. Ətir asaq üstünə, suyun yəni yarısını tökdüm. Yəni çox idi. Yarısında bir də bütöv sabah verəcəm. Bora! Bora! Bəli dostlar, indi qoyaq bura əti. Birinci oy verək, axırda da oy verəcək. Gəl. Bunu yesin hələ birinci. Haydi. Oh. Suyu muyu bütöv hopu bir çörəyə. Boranım, gözəlim Bora. O birinci ye. Şey olub ha bu yeməyə əsir. Bəh. O suyu çörəyə hopub yeməli başlayır. Canavarım ha. Yəni belə yemək dostlar, hər adam içinə belə yemək hazırlamış. Bu ciyar suyu, toyuq suyu, bir də heyvan mal ətinin suyu bir yerdə çörəklə bircə. Yəni dostlar, bu elə belə yeməkdir də. Gör nəsə iştahla yeyir. Canavarım. Gündə 2 dəfə versiniz bəsləyir. Gündə 2 dəfə verin, görün nə ki pota kimi olur. Boran. Boran be. O bütöv yesin. Oy Boranım, güzelim. İndi bunu verək. Sıramında. Oy. İzleyin, səslərə baxın. Bəh. Yaxşı dostlar, sağ olun, salamat qalın. Gələn videolarda görüşəndək.